Xoş gördük, əziz Bürc Saatı ailəsi. Bugün 14 maydır. Baharın bu gözəl günündə ulduzların enerjisi həyatımıza yeni bir nəfəs gətirir. Bəzilərimiz üçün karyera, bəzilərimiz üçünsə sevgi və daxili hüzur ön planda olacaq. Gəlin görək, göy üzünün bugün bizə pıçıldadığı sirlər nələrdir? Budur, 12 bürc üçün gündəlik proqnozlar, Qoç, əziz qoçlar, 14 may sizin üçün sürətli və dinamik bir gün vəd edir. Səhər saatlarından etibarən özünüzü hər zamankından daha qətiyyətli hiss edəcəksiniz. Yaradıcı enerjiniz zirvədə olduğu üçün təxirə saldığınız bütün layihələri bugün gündəmə gətirə bilərsiniz. İş mühitində cəsarətli addımlar atmaqdan qorxmayın, çünki ulduzlar sizin tərəfinizdədir. Şəxsi münasibətlərdə isə biraz daha yumşaq olmağınız məsləhətdir. Sevdiyiniz insanın hisslərinə qarşı həssaslıq nümayiş etdirmək aranızdakı bağı daha da gücləndirəcək. Axşam saatlarında isə aktiv istirahət etmək, bəlkə də biraz qaçış və ya idmanla məşğul olmaq günün gərginliyini üzərinizdən atmağa kömək edəcək. Unutmayın, bugün sizin gününüzdür. Buğa, hörmətli buğalar, bugün sizin üçün daxili stabillik və güvən hissi ön planda olacaq. 14 may tarixində maliyyə məsələləri ilə bağlı mühüm xəbərlər ala bilərsiniz. Büdcənizi daha səmərəli idarə etmək üçün yeni yollar kəşf edəcəksiniz. İş yerində səbriniz və zəhmətkeşliyiniz hər kəs tərəfindən təqdir olunacaq. Şəxsi həyatınızda isə sevdiyiniz insanlarla keçirdiyiniz vaxt sizə inanılmaz bir hüzur bəxş edəcək. Evinizdə kiçik dəyişikliklər etmək və ya dadlı bir yemək hazırlamaq ruhunuzu qidalandıracaq. Təbiətlə təmasda olmaq, bəlkə biraz torpaqla məşğul olmaq sizə əlavə enerji verəcək. Sizin sarsılmaz iradəniz bugün ən böyük silahınızdır. Həyatın sizə təqdim etdiyi gözəllikləri sevgi ilə qəbul edin. Əkizlər, sevgili əkizlər, bugün ünsiyyət qabiliyyətiniz və marağınız sərhəd tanımayacaq. 14 may günü yeni insanlarla tanış olmaq, maraqlı söhbətlər etmək və yeni məlumatlar öyrənmək üçün mükəmməl bir zamandır. Sözlərinizin gücü sayəsində ətrafınızdakı hər kəsi asanlıqla öz tərəfinizə çəkə bilərsiniz. İş həyatınızda vacib sənədləşmələr və ya yazışmalar diqqət tələb edə bilər, amma sizin çevik zəkanız hər şeyin öhdəsindən gələcək. Şəxsi münasibətlərdə isə səmimiyyət və dürüstlük ən böyük açarınızdır. Sevdiyiniz insanla maraqlı bir mövzuda müzakirə aparmaq aranızdakı intellektual bağı artıracaq. Qısa səyahətlər və ya gəzintilər bugün sizə çox yaxşı təsir edəcək. Həyatın rəngarəngliyinə qucaq açın. Xərçəng, əziz xərçənglər, 14 may tarixində duyğularınız və intuisiyanız sizin ən yaxın bələdçiniz olacaq. Bugün biraz daxilinizə çəkilmək, hisslərinizi analiz etmək və özünüzü mənəvi cəhətdən dincəltmək istəyəcəksiniz. Ailə daxilindəki məsələlər və ev mühiti sizin üçün sığınacaq rolunu oynayacaq. Yaxınlarınızın qayğısına qalmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Peşəkar həyatınızda isə səssiz və dərindən hərəkət etmək daha böyük uğurlar gətirə bilər. Maddi məsələlərdə ehtiyatlı davranmaq və artıq xərclərdən qaçmaq tövsiyə olunur. Axşam saatlarını su kənarında və ya dinc bir mühitdə keçirmək ruhunuzu tamamilə təzələyəcək. Sizin həssas qəlbiniz dünyanı daha gözəl edən ən böyük dəyərdir. Özünüzə sevgi ilə yanaşın. Şir, parlamağı sevən şirlər, bugün səhnə yenə sizin üçün hazırdır. 14 may günü özgüvəniniz o qədər yüksək olacaq ki, liderlik xüsusiyyətləriniz hər kəsi heyran qoyacaq. İş yerində və ya sosial dairənizdə mühüm qərarlar vermək, yeni ideyaları müdafiə etmək üçün bu enerjidən istifadə edin. Yaradıcılıq tələb edən hər bir işdə böyük uğurlar qazanacaqsınız. Şəxsi münasibətlərinizdə isə romantika və ehtiras dolu anlar sizi gözləyir. Sevdiyiniz insana jestlər etmək, ona nə qədər özəl olduğunu hiss daxili xoşbəxtliyinizi artıracaq. Lakin diqqətli olun ki, bu güclü enerji qarşı tərəfdə biraz təkəbbür kimi qəbul edilməsin. Mehriban və əliaçıq xüsusiyyətlərinizi ön plana çıxarın. Bugün ulduzunuzun işığı hər yeri aydınlatacaq. Qız, hörmətli qızlar, bugün sizin üçün detalların və yüksək səmərəliliyin günüdür. 14 may tarixində işlərinizi sistemli şəkildə qaydaya salmaq və planlı hərəkət etmək sizə böyük üstünlük qazandıracaq. Analitik düşüncə tərziniz sayəsində ən qarışıq problemləri belə bir göz qırpımında həll edəcəksiniz.
Sağlamlığınıza və gündəlik rutininizə diqqət yetirmək üçün çox uyğun bir vaxtdır. Yeni bir idman proqramına başlamaq və ya qidalanma vərdişlərinizi yeniləmək sizə əlavə motivasiya verəcək. Şəxsi həyatınızda isə mükəmməllik axtarmaqdansa anın dadını çıxarmağa çalışın. Sevdiyiniz insanların kiçik səhvlərinə qarşı daha anlayışlı olmağınız aranızdakı harmoniyanı qoruyacaq. Sizin zəhmətiniz uğurlarınızın ən möhkəm təməlidir. Tərəzi, sevgili tərəzilər, 14 may sizin üçün tarazlıq, harmoniya və zəriflik günüdür. Ətrafınızdakı insanlarla münasibətlərinizdə sülh yaradacaq, hər hansı bir münaqişəni diplomatik bacarığınızla həll edəcəksiniz. İncəsənətə, gözəlliyə və estetikaya olan marağınız bu gün daha da artacaq. Bəlkə də qarderobunuzda və ya evinizdə kiçik, cəlbedici dəyişikliklər etmək istəyəcəksiniz. İş mühitində ortaq layihələr və komanda işi sizə çox böyük uğurlar gətirəcək. Şəxsi münasibətlərdə sevgi və şəfqət dolu anlar sizi gözləyir. Sevdiyiniz insanla romantik bir axşam keçirmək üçün ulduzlar çox əlverişli mövqedədir. Öz zərifliyiniz və daxili balansınızla ətrafınızdakı hər kəsə ilham verəcəksiniz. Həyatın sizə təqdim etdiyi gözəlliklərdən zövq alın. Əqrəb, ehtiraslı əqrəblər, bugün daxili gücünüzü və intuisiyanızı tam gücü ilə hiss edəcəksiniz. 14 may tarixində strateji düşünmək və hədəflərinizə doğru gizli, lakin əmin addımlarla irəliləmək sizə böyük qazanclar gətirəcək. Araşdırmaq, analiz etmək və sirləri üzə çıxarmaq bugün sizin üçün çox asan olacaq. Maliyyə məsələlərində, xüsusən də investisiyalar sahəsində mühüm addımlar ata bilərsiniz. Şəxsi münasibətlərinizdə isə sadiqlik və dərin emosional bağlar ön plandadır. Sevdiyiniz insanla dürüst və səmimi bir söhbət etmək aranızdakı inamı daha da möhkəmləndirəcək. Sizin sirli və güclü auranız ətrafınızdakiların diqqətini dərhal üzərinizə çəkəcək. Daxili enerjinizi yaradıcı işlərə yönəldin və yenilənmənin dadını çıxarın. Oxatan, azad ruhlu oxatanlar, 14 may sizin üçün yeni üfüqlər və macəralar vəd edir. Bugün yerinizdə dura bilməyəcək. Yeni bir şeylər öyrənmək və ya görmək istəyəcəksiniz. Optimist və şən ruh halınız ətrafınızdakı insanlara da müsbət mənada yoluxacaq. İş həyatınızda vizyonunuzu genişləndirəcək təkliflər ala bilərsiniz, fürsətlərə qarşı açıq olun. Səyahət planları, xarici dillər və ya fərqli mədəniyyətlərlə bağlı mövzular gündəminizdə ola bilər. Şəxsi həyatınızda isə azadlığınıza olan bağlılığınız biraz daha qabaracaq. Odur ki, partnyorunuzla birlikdə maraqlı bir fəaliyyət planlaşdırmaq hər ikinizə çox yaxşı təsir edəcək. Həyatın sizə təqdim etdiyi hər bir anı böyük bir maraqla yaşayın. Gülüşünüz daim üzünüzdə olsun. Oğlaq, əziz oğlaqlar, bugün sizin üçün intizam və uzun müddətli hədəflər ön plandadır. 14 may tarixində karyeranızda mühüm bir zirvəyə çatmaq üçün göstərdiyiniz əzm hər kəs tərəfindən təqdir olunacaq. Realist yanaşmanız və məsuliyyət hissiniz sayəsində çətin problemləri asanlıqla həll edəcəksiniz. Maddi məsələlərdə təhlükəsizliyinizi təmin etmək üçün yeni planlar qura bilərsiniz. Ailə məsuliyyətləri də bugün diqqət tələb edə bilər, onlara ayırdığınız zaman yaxınlarınızla münasibətləri daha da möhkəmləndirəcək. Sizin zəhmətkeşliyiniz və səbriniz gələcək uğurlarınızın ən böyük zəmanətidir. Axşam saatlarında isə gərgin iş gününün yorğunluğunu dincələrək atmağa çalışın. Zirvəyə gedən yol sizin zəhmətinizdən keçir. Dolça, yenilikçi dolçalar, bugün fərqli ideyalarınız və orijinal baxış bucağınızla parlayacaqsınız. 14 may tarixində sosial fəaliyyətlər, dostlarla görüşlər və qrup işləri üçün çox məhsuldar bir atmosfer var. Cəmiyyətə fayda verəcək bir layihədə iştirak etmək və ya dostlarınıza kömək etmək sizə mənəvi bir rahatlıq bəxş edəcək. Texnoloji yeniliklərə olan marağınız artacaq və gələcəyə yönəlmiş fərqli planlar quracaqsınız. Şəxsi münasibətlərdə azadlığınızdan ödün vermədən dərin bağlar qura biləcəyinizi sübut edəcəksiniz. Fərqliliyiniz sizin ən böyük gücünüzdür. Odur ki, özünüz olmaqdan qətiyyən çəkinməyin. Həyatın sizə gətirdiyi qeyri-adi fürsətləri cəsarətlə dəyərləndirin. Gələcək sizin təxəyyülünüzdə qurulur. Balıq, nəzakətli və xəyalpərəst balıqlar, 14 may günü daxili dünyanızın rəngləndiyi və ilhamın bol olduğu bir gündür. Bugün yaradıcılıq potensialınız o qədər yüksəkdir ki, hiss etdiklərinizi sənətə çevirə bilərsiniz.
Empatiya qurmaq bacarığınız sayəsində ətrafınızdakı insanların dərdini asanlıqla hiss edəcək və onlara ən böyük mənəvi dəstəyi verəcəksiniz. İş mühitində intuisiyalarınıza güvənərək hərəkət etmək sizi ən doğru nəticələrə aparacaq. Şəxsi münasibətlərdə isə romantika və şəfqət dolu bir atmosfer hökm sürür. Sevdiyiniz insanla ruhsal bir bağ qurmaq sizi çox xoşbəxt edəcək. Özünüzə vaxt ayırın, dincəlin və xəyallarınızın arxasınca gedin. Sizin təmiz qəlbiniz hər zaman sizə ən doğru yolu göstərəcəkdir. Sonda, dəyərli dinləyicilər, 14 may tarihi üçün bürclər proqnozunun sonuna gəldik. Ümid edirik ki, bugün ulduzların enerjisi sizə uğur, sevgi və hüzur gətirəcək. Unutmayın ki, göy üzü bizə istiqamət verir, amma həyatımızı öz iradəmizlə biz qururuq. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın ki, hər gün ulduzların mesajlarından xəbərdar olasınız. Sabah eyni vaxtda görüşmək ümidi ilə, sevgi ilə qalın.